dalğıcı. Allah ən gözəl bir cavab bilsiniz nədir? Hərrəməmək. Onun üzünə söysəndə, ağzına gələndə səndə o qədər təsir eləməyəcək. Amma kimisə hərrəməmək var ha, ən gözəl cavab odur. Saymamaq və hərrəməmək. Finish. O qədər gözəl, həm özünə qəşəng belə təsir edir. Həm də qarşı tərəfləri sən necə puzzle çıxardır ki, yəni həqiqətən ən gözəl cavab susmaqdır. And ol Allaha. Ən gözəl cavab susmaqdır. Hamı söyə bilər, hamı ağzına, hamı bir-birinin ağzına gələn deyə bilər. Hamı. Heç kəsdən qorxmur. Sadəcə ehtiyac yoxdur. Bir qədər yaşımdan əlaqədardır, yaşım gedir, böyüyürəm, həyatı dərk edirəm. Əvvəl məsəl üçün uşaq idim, hər şeyi cırnıyıb özümdən çıxırdım. Böyüdükcə həqiqətən vecsiz olmuşam uşaqlar. Konkret vecizəm də yəni, tınlamıram. Vallahi zarafatsız deyirəm. Ya mən düşünürəm ki, mən əvvəllər qıcıqlanırdım, danışırdım, hər sözü atılırdım özümdən üçün. İndi qıcıqlanmıram, çünki heç kəs mənə heç nəyə təsir eləmir. Min şükür Allaha. Özümə görə izləyicim, özümə görə kütləm, özümə görə adım, sanım. Öz paxotqamı 7 idi saxlayıram. Kimdənsə danışmağa ehtiyac da duymuram. İzləyicilər də bezir davadan, şavadan. O onun davası, bu bunun davası, bu buna söz atdı, o ona söz atdı. Ondan sonra gülüb danışıb əylənməyi daha üstün tuturam.